Salam, mən Məhrəm Sadiq. Mən Azəd Hüseyn. Biz robot challenge yarışmasına Bərdə rayonundan qoşulmuşuq. Bizim kateqoriyamız freestyle senior kateqoriyasıdır. Bizim layihəmiz Ağıllı istixanadır. Bizim parnikimizin 4 dənə havalandırma pəncərələri var. Qaranlıq olduqda həmin bu pəncərələr örtülür. İşıqlıq olduqda da, yəni gündüz vaxtı açılır havalanması üçün. Bizim istixanamızın həmçinin üstündə günəş panelləri var. Bu günəş panelləri sahəsində özünə enerji yığır və yığdığı enerjini burada toplayır. Bundan əlavə istixanamızın içində suni günəşimiz var. Hava soyuq olduqda içəridəki bitkilərə suni istilik verir. Bunlardan əlavə bizim istixanamızın içində torpaq quruluğu və nəmliyini ölçən sensor var. Torpağın quruluğunu hiss edərkən su anbarından nasosla suyu istixananın içində bitkilərin üstünə səpir. Və bunlardan əlavə bizim istixananın içində temperatur datçiki var, hansı ki temperaturu ölçür və buradakı ekranda bizə göstərir. Temperatur riskli halda isti olarkən buradan kürəkləmə üçün kulleri açır və istixananın içində suni kürək yaradır.